Salam, hörmətli Qarışlaq qrupunun dəyərli üzvləri. Bildiyimiz kimi, bugün qrupumuzun 7 ili tamam olur. Bu qrup təkcə sosial şəbəkələrdə yaradılmış bir səhifə deyil. Bu qrup illərdir bizi bir-birimizə bağlayan, doğma yurdumuzun xatirələrini yaşadan, sevincimizi və kədərimizi paylaşdığımız mənəvi bir ocaqdır. 7 il ərzində bu qrup yüzlərlə insanı bir araya gətirdi. Doğmalıq hissini daha da gücləndirdi və kəndimizin tarixini, adət-ənənələrini yaşatmağa xidmət etdi. Bizim üçün sadəcə bir kənd adı deyil, o uşaqlığımızın ən gözəl xatirələri, ata-babalarımızın izi, doğma ocağımız və qəlbimizin ən əziz güşəsidir. Allah'tan can sağlığı arzu edirəm. Bu qrupda əməyi keçən hər kəsə, başda Nurlan Əliyev olmaqla hər birinizə təşəkkür edirəm. Bir daha bu gözəl gün münasibəti ilə sizi ürəkdən təbrik edirəm. Əgər yadınızdadırsa, mən qrupumuzun 1-ci il dönümündə bu sözlərimi də çıxışıma əlavə etmişdim ki, inşallah biz bu qrupda Laçın rayonunun Qarışlaq kəndindən canlı görüntülər, canlı paylaşımlar edək. Və doğrudan da bizim bu arzumuz reallaşdı. Hərdən bizə yuxu kimi gəlsə də, bugün biz öz doğma kəndimizdən canlı yayımlar açırıq. Orada gedib özümüzün ata-baba ocaqlarımızda ocaqlar qalıyıq. Və bu bizim üçün böyük bir qürurdur. Və çox şükürlər olsun ki, bugün biz bu sevincimizi burada paylaşa bilirik. Və inanıram və ümid edirəm ki, inşallah bundan sonra da bütün həyatımızı orada yaşamağa davam edəcəyik. Hər birinizə təşəkkür edirəm. Bayramımız mübarək olsun.